5-ci nümunə. Yazırmışsa. Sözün kökü yaz. Qrammatik, mış qrammatik, sa qrammatik. Sözdə növ şəkilçisi yoxdur. Ona görə söz məlum növdədir. Birinci qrammatik şəkilçi zaman şəkilçisidir. Deməli, zaman şəkilçisi işləndiyinə görə feil olacaq xəbər şəklində. Və hansı zamanın şəkilçisidir? Yazır, nə edir? İndiki zaman. Deməli, söz indiki zamandadır. Zaman şəkilçisindən sonra işlənən sa isə, deməli, ancaq hissəcik ola bilər. Çünki sa şərt şəkli olmaq üçün sözdə birinci olmalıdır. Deməli, bağışlayın, dan sonra işlənən mış artıq zaman şəkilçisi ola bilməz. Bu hissəcikdir. İmiş hissəciyin ixtisarıdır. Ondan sonra işlənən sa da yenə şərt şəkilçisi ola bilməz. Bu da isə hissəciyin ixtisarıdır. Deməli, sözdə 2 hissəcik işlənib və imiş və isə hissəciyi. Beləliklə söz, deməli, məlum növdə, xəbər şəklində, indiki zamanda imiş və isə hissəcikləri ilə işlənmişdir.